Təşəkkür edirik sənə Aytən. Çox gözəl bir ifa ilə başladıq bu səhərimizə. Əgər bu cür gözəl ifa ilə başladıqsa bu istirahət günü, deməli günümüz çox gözəl, çox şən və çox maraqlı keçəcək. Buna görə sənə və xüsusilə səni bugün müşahidə edən musiqiçilərimizə, bu ansamblə dərin təşəkkürümüzü bildirmək istəyirik. Sizinlə isə salamlaşmaq istəyirik. Sabahınız xeyirli uğurlu olsun əziz və hörmətli tamaşaçılar. Hər birinizi ürəkdən salamlayırıq. Birinci kanalın efirindən bu dəqiqədən etibarən Səhər Sovqatına start verdik. Və hər zaman olduğu kimi amalımız, məqsədimiz yalnız və yalnız sizə xoş anlar bəxş etməkdir. Gəlmişkən xoşbəxt olmaq üçün insana çox şey lazım deyil, çox az bir şey lazımdır. Yəni çox böyük təmənnalar ummadan səbirli olmaq, dözümlü olmaq və qarşılıqlı şəkildə anlaşa bilmək. Və onu da unutmamalıyıq ki, hər birimiz bu həyata xeyirxah işlər görmək üçün gəlmişik, sevib sevilmək üçün gəlmişik. Elə bax, bugünkü qonaqlarımız da xeyirxah işlərin carçısı, məhəbbət və sevginin tərənnümçüsü olan insanlardır. Bir sözlə bizə çox yaxın olan şairlərimizdir bugünkü verilişimizin qonaqları və bizə təşrif buyurublar Şəkidən. Xüsusən qeyd edim ki, Ramiz müəllim bizə təşrif buyurub Şəkidən. Ramiz Orsər bugün bizim verilişimizin qonağıdır və Mübariz Məsimoğlu. Hər ikinizi ürəkdən salamlayırıq. Xoş gəlib, səfa gətirmişsiniz bugünkü proqramımıza. Bir Şəkidə nə var, nə yox, bir ondan başlayaq. Özünüzü necə hiss edirsiniz? Bu sabahı bizimlə bərabər açmışsınız, ictimai televiziyayla bərabər açmışsınız. Yəni ki, mənim ürək sözləriniz var hal-hazırda bizi izləyən tamaşaçılarımıza, bizi izləyən dinləyicilərimizə. Buyurun, söz sizdədir. Çox sağ olun Nərgiz xanım, təşəkkür edirəm. Və mən də ilk növbədə ictimai kanalın bütün tamaşaçılarını, Mirzə Fətəli Yurdunun, Bəxtiyar elinin bütün əhalisi adından salamlayıram. Onların hər birisinə xoş ovqat, xoş səhərlər arzulayıram. Bu arzu edirəm ki, Səhər Sovqatı hər bir seyircimizin, Azərbaycanı sevərlərin, şeir sevərlərin könlünə xoş ovqat gətirsin. Nə gözəl. Təşəkkür edirik. İnşallah Şəkidəki abu-hava haqqında da danışacağıq birazdan. Çünki siz oradan təşrif buyurmuşsunuz bizim verilişimizə. Nərgiz xanım, elə bəri başlandan deyim ki, bu günlərim Şəki şəhəri böyük bir tikindi meydançasını xatırladır. Bəli. Bildiyimiz kimi bu il Axundov ilidir. Axundovun 200 ili tamam olur. Şəhər tamamilə simasını demək olar ki, dəyişib. Yenidən qurulur. İnşaat hansı tərəfə baxsan, hara getsən, yenidən qurmadır. Tikinti, abadlıq işləri gedir. Mənə elə gəlir ki, bunun özü də böyük Axundova, onun nətər deyərlər, dühasına olan bizim elimizin, obamızın böyük ehtiramıdır. Şəki yenidən qurulur, Şəkinin rəngi, ruhu dəyişir, Şəki özünə gəlir. Nə gözəl. Mən təxminən bir il bundan öncə Şəkidə olmuşdum. İndi Ramiz mənim dedi ki, Şəki o qədər dəyişib ki, o qədər gözəlləşib ki. Siz nə vaxt olmuşsunuz sonuncu dəfə Şəkidə Mübariz müəllim? Mən indi bu təəssüratları dinləyirəm, Nərgiz xanım. Az qala bu gün çıxım gedim o Şəkiyə. Mən çoxdan Şəkidə olmuram. Harada 2 ildən artıq da mən Şəkiyə getmirəm. Müəyyən səbəblər ucundan, yəni burada mənim iş qrafiqim həddən artıq gərgin olduğundan. Amma salamlaşıram, telefonla danışıram. Amma Ramiz Orsərin indi təsvir etdiyi şəkildə Şəkini mənə təsvir etmirdilər. Amma mənim yaddaşımda Şəki qədim, əzəmətli, öz genetik kodunu qoruyan bir şəhər simasında qalacaq. Yəni onu nə qədər dəyişdirsək də onun əzəli kodu var. Təbii o müasiri ilə qədimliyi sizi qorunur. Tamamilə doğrudur. Nərgiz xanım, o qədimliyi qorumaq şərti ilə və Şəkinin bir gözəlliyi də ondadır ki, Şəki bir el gözəlinə bənzəyir. Hansı bəzəyi vursan götürür. O qədim daşlara, elə naxışlara, o qədim naxışlara elə nətərdir, zərgər dəqiqliyi ilə elə naxışlar çəkilir ki, gözəlləşir və heyran olmaya bilmir. Bu səbəbdəndir ki, bizim gözəl şairimiz Vaqif Aslan deyir, Şəki əzəl Şəkidir, Şəki gözəl Şəkidir. Tamamilə doğrudur. Bəli, Şəki ümumiyyətlə ünvanlanan şeylərimiz inşallah olacaq bugünkü verilişimizdə irəliyən dəqiqələrdə. Amma bugün biz musiqi ilə başladıq və ümidvarıq ki, sizə də sirayət etdi bu musiqinin gözəlliyi, ruhunuza yaxın oldu yəqin ki. Elə yeri gəlmişkən, ürək sözləriniz var mı o ifa ilə bağlı? Aytən xanım sinədən oxuyur. Yəni onun səsi qeyri-adi səsli sözün həqiqi mənasında az müddət ərzində böyük tamaşaçı auditoriyasının qəlbini ələ almağı bacardı. Yəni bizim sevimlərimizə çevrildi. Bizim yox, artıq millət Aytən xanımı sevir. Aytən xanım bu sahədə mən inanıram ki, çox gözəl işlər görə biləcək qabiliyyətə, potensiala malik olan
Siz Aytən xanımı vurğuladınız, amma mən qeyd etmək istəyirəm ki, Aytən xanımı hər zaman eyni bir heyət müşayiət edir. Tarda Ədalət Beybudov, Yamançada Pərviz Fərhadov, Qanunda Humay Rəhimova, Nağarada Əlipaşa Talıbov və Udda Xəyyam Bünyadov bugün bizimlə bərabərdir. Sizi bir daha burada görməyimizə çox şadıq bugünkü gündə. Və biz istəyərdik ki, bu ifa ilə biz başladıq düzü. Bəlkə bir şeirlə davam edək. Bax, bu səhər vaxtı düşünürəm ki, əgər ifa varsa, mütləq şeir də olmalıdır. Çünki onlar hər ikisi bir-birinə qoşa qanaddılar və onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Hələ Ədalət də hazırlayıb öz tarını gözləyir sizin şeirlərinizi. Kimdən başlayaq? Mübariz müəllimdən başlayaq. Mən də Axundov haqqında elə. Fələk bizi bəndə salır. Ömür vayındır, toyundur. Aldadır, qoynuna alır. Dünyada nə var? Oyundur. Piyada atlı yitirir. Budur oyunun qaydası. Birinin bəxti gətirir, mininə yoxdur faydası. Qazılıb quyular hazır, gözləyir bizi məzar tək. Oyuna girən uduzur, olmaz oyuna girməmək. Kimi qanlı qafasıyla, kimi qafasız oynayır. Kiməsi öz havasıyla, kimi havasız oynayır. Oynayır, hamı oynayır, ya çox ya da az oynayır. Cədası xanı oynayır, ya pis ya da saz oynayır. Nə əvvəldir, nə də axır, biri itir, mini bitir. Yıxılan sıradan çıxır, qalanları yallı gedir. Nə ağıl